Salam dostlar, bugünkü dərsimizdə biz sizlə deməli overview deməli Windows'un screenini tam quracağıq. Açaq bizim proyekti. Və açaq bizim overview-nu. Open deməli, yəni sistem ümumi deməkdir. Gəlin, buranı böyüdək biraz belə. Və birinci dostlar, gəlin bunu silək. Və bura dostlar əlavə eləyək. Deməli, bu elementimizi gəlin biraz böyüdək bunu və qoyaq bu hissəyə. Dalınca da duplicate eləyək. Yox, gəlin bir dənə. Bəzi bunun xüsusiyyətlərini dəyişək. Deməli, shaded olsun, adjust. Və ok düyməsini basaq. Duplicate eləyək bunu. Və bunu da duplicate eləyək. Belə. Və birini də duplicate eləyək bura və bunu dəyişək eləyək tank. Bizim tanklarımız qoyaq bu tanka və bunu biraz böyüdək. Gəlin dostlar, bunun rəngin simvolunu daha doğrusu orijinalda saxlayaq. Və gəlin bir dənə də balaca tank bunun yanına qoyaq. Və qoy bunu salın aşağı, belə tankı da belə qoyaq. Bunu da deməli tank burada belə olsa heç nə olmaz məncə. Olsun. Geçen oldu. Vay. Burada başka ne var ki? Ya da kalsın bu. Burada bunun rengini değişerek bu olsa tak zeyken tamam, burada bir property var, onu hələ ki tapa bilməm. Gəlin baxaq, burada göy rəngdə bizdə nə var? Əslində boçka olmalıdır. Buradadılar deyil, bunu seçək gəlin. Ve burada
original qəlbi qalsın və bir dənə də bunu duplicate eləyək və bura bir ədəd valve qoyaq. Deməli bizdə valvelar buradadır. Burada qoyaq. Elə bunu qoyaq bura. Şunu biraz balacalaşdıraq və biraz uzun sol eləyək bunu. Tamam, gəlin bunu biraz da balaca edək belə. Belə və burada tube seçək və bunu birləşdirək. Tube vent. Belə məncə yaxşıdır. Gəlin bunu biraz balacalaşdıraq. Belə. Qədər biraz yuxarı qaldıraq. Yox, pis dönür. Yaxşı. Biraz sola çəkək onda belə və duplicate nature. Burada da damcı olmalıdır. Elə budur. Yaxud da bu da olar. Mən seçib, yox. Bu çox pis oldu. Yəni bunu saxlayaq. Balacalaşdıraq bunu. Gəlin bunu save eləyək dostlar. Bir dənə start verək. Baxaq bizə nə göstərir. Bu deməli tam qutarmış dizayn deyil əslində. Aha, biz səhifənin özünə start verdik. Gəlin bir dəqiqə bunu yandırım. Bunu save elədik. Bağlayaq və əsas səhifəyə start verək. Dostlar, bu tam dizayn deyil bizdə. Biz hələ işləyəcəyik. Əsas birinci sistem ümumi səhifəsi işləyəcəyik. Sonra olduğu səhifələrdə də əlavələr edəcəyik. Təxmini belə, bəli dostlar. Biraz düzdür. Bu isə yaxşı çıxmadı. Bu üstə işləyəcəyik. Sadəcə əsas elementləri əlavə eləyək və növbəti dərsdən biz yenə valve əlavə edəcəyik, bir də tubları əlavə edəcəyik, qoşulmaları və yavaş-yavaş həm animasiyanı, həm skriptlərimizi əlavə edəcəyik. Və bugünkü dərs bu qədər dostlar. Çox sağ olun, təşəkkür edirəm hamınıza.